Peygamber sallallahu aleyhi ve sellem buyurur. Evlat, oğul atanı qorxaqlaşdıran, xəsisləşdirən ve kederlendiren amildir. Nedir? Deyir ki, oğul atasını qorxaqlaşdıran, xəsisləşdirən ve kederlendiren, hüzünləndirən amildir. İndi bu cümleleri ayrı-ayrılıqda indi şərh edəcəyik. Demək, oğul, hər birimiz oğuluq. Mən də, sən də, siz hər birimiz. Necə qorxaqlaşdıranıq, yəni necə olur ata qorxur. Çünki ata daima oğlu, uşaqları, övladı üçün qorxudadır. Uşaq doğulandan ölənə qədər, əgər ölənə qədər, uşaq ölənə qədər ata həyatda olursa, o doğulan gündən ölənə qədər ata uşağı üçün qorxudadır. Niyə? Çünki birinci qorxur ki, onun tərbiyəsi ilə, onun böyüyüb başa çatması ilə, ona halal ruzi qazanması ilə, onun dərsi ilə, onun ədəb əxlaqlı olması ilə, onun əqidə öyrənməsi ilə, doğru düzgün dinini, imanını öyrənməsi ilə, o qorxu içərisindədir ki, bil ki, övladım çıxmasın, bu reisdən çıxmasın, stroydan çıxmasın, nizamdan çıxmasın, sırat-ı müstaqimdən çıxmasın, qorxu içərisindədir. Ona görə oğul atanı, baxın, bizlər hər birimiz, atamızı qorxaqlaşdıranıq. Qorxaqlaşdıran deyəndə daha ata belə hamıdan hər keçəndən qorxan yox, mənə görə qorxur. Mənim əyri olmağıma görə, mənim tərbiyəsiz olmağıma görə, mənim ədəbsiz olmağıma görə, mənim elimsiz cahil olmağıma görə, mənim yaşantımın pis olmasına görə atam qorxaqdır. Qorxu içərisindədir. Yəni, məcbənə budur. Yəni, ata daima oğlu üçün, uşaqlar, övladlar üçün belə qorxaqdır. Daima qorxu içərisindədir. Sonra nə deyir? Məbxalə. Yəni, məbxalə xəsis deməkdir. Yəni, oğul atanı xəsis eləyir. Niyə? Subhanallah. Öz nəfsinə haram eləyir bəzi şeyləri. Təki övladım yesin. Təki oğlum yesin. Təki balalarım yesin. Heç nə olmaz mən yemeyim. Mən də balaca olanda mən atam mənim üçün müəyyən şeylərdən nəfsini xəsis eləyibdir. Müəyyən şeylərdən vaz keçib, amma mən yedizdirib. Mən də elə. Heç nə olmaz. Mən yemeyim, oğlum yesin, oğlanlarım yesin, balalarım yesin. Belə xəsisdir ata. Sonra nə deyir? Məhzənə. Daima qorxu içərisində, hüzün, kədər içindədir ata. Niyə kədər içindədir? Çünki qorxur ki, uşağının haqqını layiqincə ödəyə bilməz. Uşağın inciyər, ona bir şey olar. Subhanallah. Onun qəlbinə hüzün girməsin, dərdli olmasın, kədərli olmasın uşağım. Subhanallah. Və istəyir ki, uşaq, sən yatısan, onun gözünə yuxu getmir. Təki övladlarım əmin amanlıqda olsun, rahatçılıqda olsun. Dərd sər görməsinlər, sıxıntı görməsinlər. İndi sıxıntıda olan müsəlman bacı qardaşlarımız görün nə hallardadır.